ədiblər deyirlər ki, belə bir məşhur deyim var, alim olmaq asandır, insan olmaq çətindir. Bu, əslində çox istifadə olunur, amma müəyyən qədər yanlış sözdür, müəyyən qədər də düz sözdür. Yanlış nədir? Yanlış budur ki, alim olmaq asan məsələ deyil. Alim olmaq bəzən insan olmaqdan çətin məsələdir. Təbii ki, bu sahəsinə baxır, hansı sahə üzrə alim olmaqdan söhbət gedir. İndi elə sahələr var ki, tutalım Azərbaycanda, o sahədə alim olmaq, məsələn, psixologiya sahəsində, sosiologiya sahəsində, ilahiyyat sahəsində, orada alim olmaq çox çətin məsələ deyil. İnsan 3-5 tərcümə kitab oxuyub alimlik eləyə bilər. Amma ümumi götürəndə daha dərin, daha çətin sahələr ki var və ya məsələn, başqa ölkələrdə əgər biz adını sadaladığım sahələrə baxsaq ki, orada daha dərindən bu sahələr öyrənilir. Orada artıq bu sahələri öyrənmək, bu sahələrdə alim olmaq asan məsələ deyil. Ona görə alim olmaq asandır, bu yanlış sözdür. Hə, Azərbaycanda alim olmaq asandır, bu başqa sözdür, amma ümumilikdə alim olmaq asandır sözü düzgün deyil, alim olmaq çətindir. Çünki məşəqqətli bir işdir və hər adamın zehni tutumu yoxdur ki, alim ola bilsin. Bəzi insanlara nə qədər öyrətsən də, onların tutumu yoxdur ki, dərk eləsin o sahəni. Adi bir dil öyrədirsən, baxırsan ki, dili illərlə çalışır, öyrənə bilmir. O ki, qaldı, o dili öyrənib hansısa bir sahədə dərin biliklərə yiyələnsin. Aydın ona görə Füzuli də deyir ki, kəsb etmək, yəni bilik kəsb etmək, bilik əldə etmək bu məşəqqətli bir işdir.